Ne bileyim. Niye burada olmak istiyorsun? Hocam Kazım yirmiş pulları. 12. bölüm, final bölümü, mikro rayon. Ne qədərdir? 48 dəqiqələ standart saxlayıblar. Ata oğul söhbət edir. Rauf. Düz deyirəm. Necəsən? Valla yeməmişəm. O şey bilsənizə yalancı çoban söhbətinə döndü. Allah'ından yumruq Bir saniye. Fərid, Fərid. yiyen ata necə olmalı ki? Mən mamanı elə vəziyyətdə görməsəydim, sənə əl qaldırmazdım. Bölümü yox, serialı. Cəmaatın üzünə baxa bilmirəm. Orada Hiç- burada deyirəm ki, İçəndə baxa bilirdin. qızı evdən qovlamışam. Da demirlər, mənim özümü qoruyublar. Mən də cəmaatın üzünə baxa bilmirəm. Bir saysaq nə olar Fira? Yaxşı olmaz. Mən də cəmaatın üzünə baxa bilmirəm. Atam al kaş gəlir evə, belə dizi. Onun heç bir günahı yoxdur. Demədi. Günah bizdədir. Onun heç bir günahı yoxdur, biraz şey gəlir. Yox da, brat da. O deyil də, yəni heç bir günah biraz yox da, yəni. Aynen, 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 aynen abi, aynen abi, aynen, aynen, aynen. Biz vaxtında onunla maraqlanmalıyıq. Fira imkan ver izləyək də. Murad izləmək istəyir. Onun yanında olmalıydıq. Ay belə. Biz onu boş buraxdıq. Bilmədiyi nə edirdi. Daşları necə gedir. Saat 2 işləyir. Saat 2 kimi bunu bitirsək, 5 dəqiqə bir daha CS girib Wingman 2 vs 2 girərəm, görüm FPS necədir. TikTokda da mı açacağam? 10 dəqiqəlik falan. Həm də 10 dəqiqəlik şey var axı Ona orada. layiq deyildi. Bu uşaqlar məndən balacadılar da, hə? Yaşlı. Böyük olmazlar. Biz niyə normal ayrıla bilmədik? Oğlan hələ də serialdakı anasına çox ultra oxşuyur bu arada. Sənin vurduğuma görə mənə bağışla. Diqqət edilsə pəncərə açıldı burada. Pərdəni açıb baxırlar. Kino çəkirlər, bax. Atanın qəlbi qırılıb. Narahat olma, mən onların yanındayam. Getdi başqa bisetkada oturdu. Ağır hərəkət bu arada Lelesi. Eləmədi yox.
Hələ ki nəfəs alır. Bravo. Eşidirsən? Mən çox narahatam. Niyə, nə olub? Bura malı Kamran dağıdır. Məni bilmirlər. Mən bilirəm, bəs eləmir. Sən mənə səhv başa düşdün, qardaşım. Mənim sabah üstümə gəlsələr, mən neyniyəcəm? Burada Mən malın yerin ortasında. bu Kazımın malıdır. Mən Kazımın malını dağıdıram. Kazım mal şey deyir. Onda elə eləyək ki, ilişməyəsən. Sən bilirsən mən gündə nə qədər stres keçirdirəm? Azıcık bilsə, bilməyəcək. Buyurun çəkiblər. Özünüz demirdiniz ki, məktəblərə mal soxmaq olmaz. Mən nə deyirəm, bunu Sətardan tanışıyorum ha. Kazım ona krişalar edir. Ağına bozuna baxmır. Kimə gəldi mal təlir. Nə vaxtdan da faizə pulu verirlər? Bilmirəm, Murat. 1-2 il olar. Raufun da bu işdə əli olub. Raufun da işdə Başa olmuş. düşəmirəm. Sənin başının üstündən iş Hədə Rauf öldü, bu tutulduğu yer. görürlər. Sənin bundan xəbərin yoxdur, ha? Gördün də Muradda nədir? Göndərilən pulun yarısı sənə çatır. Qarıya da giriblər. Murad, birdən elə bilərsən mən sənə padyankalar edirəm, ha? Ayıb olar. Çerez Kazım nə divijen eləmisənsə, maraqla. Azıq, bir məsələ var, həll eləmək lazımdır. Bunu təxmin eləməyimiz çox çətin məsələ idi, çünki heç görmürdük. Elə fırlatda söhbətə bildim, yanılmışam. Yox. Öldürdü də fakt. Sən orada dönüb bir dənə də bunu vuracaqdı, değil mi burada? Adil çıxacaq indi böyle. Qaraya girib dedim. Qaranın ancaq bundan xəbəri olması lazım ikən, niyə o adamın da xəbəri var idi? Bax usta. Barman Xizeyzadə, hər şey var da yanında. Görüntü zordu bu arada. Başı parıldayır, bir qanıyır başı. Bahar, ağlama. Yo, yo. Götür iç. Sakit ol. Şey var. Saç, olmayacak, saçın bir merak şeylerden vurup. Ha. Dəqiq. Bugün yerin deşiyində də olsa tapılmalıdır və salam. Tapa bilmirlər. Uşağıma nəsə olub. Hiss eləyirəm. Bahar, qurban olum, fikirləşmə belə şeylər. Heç nə olmayacaq. Görərsən, sağ-salamat qayıdıb gələcək. Mən bugün üçün deyirdim, bugün üçün. Zakir. Ne dese haklı oldu yani. İnternetin pis yerdə getdiyini qaçırtdı. Ürəyim Eşi. yanmır. Adilin öldüğünü dediler. Mən deyirdim ki, 9-cu sinifdən sonra qoy Naxçıvanski hazırlaşsın, akademiyaya hazırlaşsın. Kişinin oğlu razılaşmadı. Günah bizim özümüzdədir. Gərək onun qulağını burub yola gətirəydik. İndi belə oldu da, kim istəyərdi belə olsun? Sən də bir dəqiqə deyən görək. Kim istəyərdi belə olsun? Bahar. Mən istəyirdim ki, atasının yolu ilə getməsin. Bu arada Naxçıvanski'də
Şey diye girəndə telefonu alırlar yoxlama içində. Yoxlanışdan keçəndə. 3 saat, 4 saat, 5 saat falan telefonsuz qalırsan. Heç kim səndən xəbər almır. Və telefonumu da səhvən başqası dəyişik düşə bilər, başqası götürə bilər. Başıma gələnləri deyirəm ha. Başıma gəlib yəni səhvən başqası götürüb telefonumu. 6 saat idi, 5 saat idi telefonsuz idim orada, içəridə mənim xəbərim yox idi. Səhvən başqası götürüb mənim telefonumu çıxıb bayıra aça bilməyib telefonu. Görür ki, bu mənim telefonum deyil deyib qaytarıb gəlib deyib ki, mənim telefonum bu deyil, başqasıdır. Mən də həmin momentdə çıxanda görürəm nə baş verir? Səhvən sənin telefonunu götürüb. Belə bir söhbət olmuşdu. Ardınsa 2017 yox, 8 idi. Bu atasından da pis oldu ki. Ürəyim yaxşı deyil. Sevinç. Görsə sənə valeriyan gətirim. Aslında da bir xəstəlik çıxacaq indi. Maşındadır da, maşında. Vurmayıb. Bəlli idi. Anasında da ürək qoymadı da. Bu qız da saat 8-i gözləyir. Qırmızı şamlar, qırmızı tüklər zatlar. Qardaşımın məktəbdə onlar məktəbində onlar vəbşə 5 gün telefonsuz qalırlar. Əlaqə yox. O təzə qadağa olun deyə, əvvəllər yox. Aga be, qız da hazırlaşmışdı ya. Beşinci sinifdən bilmirəm elə bir şey icazə var qanunda, yəni ki, qadağan eləsinlər falan. Onu bilmirəm. Çox detallı bilmirəm. Ya bu mənim dediyim orada oxumursan, sadəcə orada şeydən keçirsən. Yoxlanışına keçirsən ki, sən bura qəbul ola bilərsən, yoxsa yox həkimlərindən. Və belə bir şeydən xəbərin yoxdur. Ailəsiz falan getmişəm tək. Belə bir iş gəlib başıma. Özüm də uşağım. Ya adlı zat kimi. Ne diye bu? Babbalaca bitsən sən, nəsənsən? Bu giz olacaq dostunu öldürüb. Ara baxsa Kazımı görəcək bu. Mənim qardaşım orada qalır oxuyur. Orada qalıb oxuyursa bu normal bir şeydir. Çünki ora hərbidir. Hərbi məktəbdə icazə yoxdur. Normal bir məktəb olsaydı, mən dediyim kimi qanunca elə bir şey yoxdur axı. Ki onu da deyəcəkdim, elə onu deyirdim bayaqlar. Prosta dedim ki, bilmirəm də, yəni çox qanun dərinliyini bilmirəm. Yəni hərbidə icazə yoxdur. Atıb o birisinin üstünə. Belə bir atış olsaydı, bu arada burnunuz adı qırılmışdı bəlkə daha demin. Cəsəd də özü ağırdı.
İcazə var idi əslində. Gizlin işlənənlər də var idi. İcazə dərəcəsində idi də bu şuşdu. Ya ölü ilə işim yoxdur. Amma icazəni yığışdırdılar, qadağan edilər. Şişir də yavaş-yavaş. Həm yavaş-yavaş şişir, həm də ki sən hardan bilsən 1 saat keçməyib. Onu cupladı aşağıya, o düşdü, başını vurdu, huşu getdi onu. Nə qədər vaxtlıq bir huşu getmiş olub, onu deyə bilməzsən. Hündürlüyünü tam bilmirik. Çox hündür deyil düzdür. Və üstünə bir dənə də meyit düşüb. Hə, böyük ehtimal buralarda saxlayıb maşını gözləyir ki, necə gələcək. Qorxuraya durub ölü gələr üstəyəsən. Onda aziklə işi qutardı bunu. Qar yağır. O şey alır, qar belə toplan. Hava kimi vurur qarı. Toz sonlandı, bax belə insan gedir. Sonunda evdəyəm, sonu bilinməyən, yollardan uzağa, qaçaraq evdəyəm, sonunda evdəyəm, sonu bilinməyən, yollardan uzağa, qaçaraq evdəyəm. Kino çəkirsən serialda. Bilirsiniz nə? Teen Wolf göstərdim keçən dəfə. Doğrusu benəcə bir dənə mikrorayon kimi bir dənə şey, məktəb falan filan da. Bir nəfər Teen Wolf-dakı kimi dişləyir şeyi, uşaqlardan birini, qurd adam olur falan. Gecə uluyurlar. Amma şeydə də Bakıda yadasım qayıtdı. Burada da yəni Azərbaycanda. Alafsaya bu üst başı it günündə gəlib deyəcək ki, azik elətdirib. Adamı da vurub, pulla söhbət edib, qoyacaq onu bağaca. Azik qoyacaq bağaca. Balam. Ne olub sənə, hə? Adi. 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 Ne olub oğlum? Ne olub mənim balam? Bağışla mama. Can mama. Bağışla beni. Can mama. Ne olur bağışla. Can mama. Can. Allah'ım sana şükür. Şimdi ayıldı. Aynı bayılma dönürüm ya. Sana şükür. Bir sahneyi bilmərəm.
Dırı dırı dırı. Vay benim. Necəsən? Sabahın xeyir olsun. Sağ ol, sen ne tersen? Şükür, yaxşı. Adili görməmsən? Yo, görmeliyim. Yox, Ne olur ki? heç. Ne söz olmamışsan, ne olur? Heç, edərsən. Kişi değilim, ne olur cevap ver de. Aramızda qalsan, atanın bir-iki nəfərə borcu var idi. Adil bağladı. Ne kadar? Döydüğünü demir ama. 30 bin adil bağladı. Amma dedi ki, oğurluq pul deyil. Onu bilmirəm, amma hər neçə axır əvvəlinə ziblə düşəcək. Məncə problem olmaz olur. Bilmirəm da, uşağın başı çatmır, ağıllanmadı yox. Sağ ol. Sən anlatırsan. Sağ ol Sənif. Görüşərik də. Uzattı bir de başı. Ay kişi. Danışanda gör kimin haqqında var. Görmürsən neyini? O uşaq yenə düşəcək pis ola belə getsə. Bir gizlənir abi orada. Murat neynədin? Qaçır. Ha yo 8 gecdir. Qaçır bu, Mənə tez qaçır. lazım, tez. Ha bilmirəm, neyinsə elə həll elə. Qaradan götürəcək hamısını gedəcək. Alınmasa 8 eləyərsən. Tez elə Murat, gözləyirəm səni. Müç. Qulaq as. Çayxananı sənə tapşırıram. Yadımda da 12 yaşım olanda məhəlləmizdə bir oğlan qalırdı. Adı Ceyhun idi. Təxminən 18 yaşı olardı. Çox yaxşı oğlan idi. Məhəlləyə demək olar ki, düşmürdü. Heç kəsdən də qaynayıb qarışmırdı. Zakir dayı racon gəlir. Hazır ol. Ailəsini dolandırmaq üçün gedib işləyirdi. Bir özü idi, bir də anası. Məhəllədəki uşaqların ondan zəhləsi gedərdi. Fikirləşirlər ki, Ceyhun onları saymır, onlara yuxarıdan aşağı baxır. Onu çəkdilər qırağa, başladılar döyməyə. Düzdür, Ceyhun da cavab verirdi. Amma sən birinə cavab verərsən, ikisinə, üçünə, onuna cavab verməməzsən ki. Axırda da bunu yıxdılar yerə, başladılar təpi ilə döyməyə. Elə döyürdülər ki. Mən də qıraqdan baxırdım. Elə bir moment oldu ki, Ceyhun'la göz-gözə gəldi. Mən Niyə baxırsan, deyəcək indi. o vaxt fikirləşirdim ki, sakit dayanmaq daha yaxşıdır. Bir şey diyeceğim. Bu kardondu yoksa əsl topdu? Topçu qəşəng olur. Gördün, dinmə.
Bir neçə ildən sonra özüm düşdüm davaya. 2 nəfər mənim üstümə cümmüşdü. Təbii ki, mənim onlara gücüm çatmadı. Bu vaxt kimsə girdi araya. Birine bir şillə vurdu, öbürsünə bir təpi vurdu. Hər kəs bir tərəfə uzandı. Şeymiş de azikmiş falan. Baxdım, Call of Duty. Ha. kim olsa yaxşıdır. Atom. Ceyhun. Ha, Ceyhunmuş. İkinci dəfə Ceyhundan göz-gözə gəldik. Bunu sənə niyə danışdım? Mən də Ceyhunu yerdə görəndə heç nə demədim. Ceyhun da məni kömək eləyəndə, məni xilas eləyəndə heç nə demədim. Susmaqdan susmağa fərq var. Hı. Gərək indi elə düz hərəkət eləyəsən ki, gələcəkdə kiminsə həyatını xilas eləyə biləsən. Sağ ol Şahir. Şəfqə xala, olar bir sual verim sizə. Ver. Bu satqın adama necə baxırsınız? Satqın nəyə deyirsən? Misal üçün Bu hissəni xatırlayıram. sir saxlamamalı. Əgər o Bu xala hətta şəhid ailəsindən də deyəsən səhv eləmirəmsə, şəhid anası idi. Borcu alır. Deyinə verir ona mağazadakı borcu. Sonra da bunlar məktəbdən pul yığıb ödəyirlər. Hətta qalanında aziklə verməsilə falan yadınızdadır. sirrin sənə, ailənə, cəmiyyətə bir ziyanı varsa, elə o sirri açsan yaxşıdır. Bu satqınlıq deyil ki. Düzdür. Əgər sən yalan ifadə verirsənsə, bu cinayətə kömək etmək kimi qiymətləndirilir. Cinayətin üstü açılmayıbsa, sonradan etiraf edib istintaqa könüllü yardım göstərsən, bu hal cinayətdən könüllü imtina etmiş kimi qəbul edilə bilər. Danqələdə var. Top yerə düşəcək bu gün. Ürəyimiz böyüdü, evlərimiz balaca. Gecə tezi əcəl bizi tapacaq. Biz nə yatdıq ki, nə yuxu görək. Çalışdıq ki, hörmət qazanaq bir də çörək. Gecələr şəhərin gözləri yumulur. Meyid məsciddə, günah küçədə yuyulur. Yalanlar şirindir, həqiqətsə acıdır. Mikrayonda səhər açılır. Maddələr aparır ağıl. Ananın göz yaşı ağrıdan ağır. İndi qorxuların xəyallarından böyük. Sağlığında oldu dost cininə yük. Qumarda udan, həyatda uduzar. Evin yolunu itirmişik, düşmüşük uzaq. Pəncərəmdən göz eləyir ulduzlar. Bəlkə onların da mənə sözü var. Gəlir göz sınağa, dönür söz silaha. Batıp amma günaha. Adili görməyi ultra pis oldu bu arada. Bu işin zibili çıxar. Burada çevir polis sesi qəşəng düzəldi. Telefonda çatmırsa eve geç qayıtmaram. Buludlar alıbdı qara rəng. Göz sınağa, dönür söz silaha. Batıp amma günaha. Ana olma narahat. Eve geç qayıtmaram. Telefonda çatmırsa eve geç qayıtmaram. Buludlar alıbdı qara rəng. Məkanlarını bağlayırlar.
Qaqaş yıxılmadı, yeri öpdü. Adil 3 dəfə qaldırın qoyun. Zənciri çökərdilər deyəsən bu dəqiqə. Valla bu qaqaş şey değildi. Salam bratvalar. Selamun aleyküm. Əmmin birinci bölümdə dalaşdıqları 40 nəfər kimi girdilər bir-birlərinə. Odur da. Rəqib tərəfə də deyib deyəsən. Bunu da tutsalar cırlaram gülməkdə. Nə əlaqədə yəni? Abi bu söhbətdə nə işi var idi? Bu diye. Bir de soydurur da özünü ki gel bir zaten. Dediklərimi yaxşı yadında saxla. Sən uzun müddət psixoloji kurs keçməlisən. Biz səni ciddi nəzarət altında saxlayacağıq. Başa düşdün? Başa düşdüm. Özündə biraz diqqətli ol. Sənə icazə verilən ərazidən qırağa çıxa bilməzsən. Yəni evdən. Yəni evdən? Aziz gene şeyli verəcəklər. Hansını deyim? 182-ci maddə. Evdən çıxa bilməməsi söhbəti bu arada Azik onu vurar deyə deyil. O əlbəttə ki postpatrul falan verilə bilərdi yanına. O ayrı söhbət. Əlavə olaraq bu da günahkardır. Oğurluq elə daxil evdən. Məncə onun söhbətlərinə görə ola bilər. Ya da bu da onlarla idi falan. Onu həbsə atmırlar çünki uşaqdır, ev dustağı falan. Hədə qorxu ilə tələb eləmə. İndi araşdırma aparılır. Əgər zor tətbiq edilibsə 8 ildən 12 ilə kimi həbs. Bunu boş ver. 120.2.2 2 və ya daha çox adamı qəsdən öldürmə. 14 ildən 20 ilə kimi azadlıqdan məhrum etmə və ya ömür. Əgər ev dustaqlığı verilibsə ayağında şey olmalıdır onun. Görməliyik onu. Azadlıqdan məhrum etmə. Bir sözlə onun oradan çıxmağı getdi. Bəs adının kimlərəsə nəsə elətdirməsi? Ad günün mübarək olsun. Otur bütün gün Call of Duty oyna. 22 il. Nə göstərdilər ayaq teması. O da 1-2 ildir yenəsiniz. Böyük ehtimal. İndi sizə belə bir şey deyim. Həmin ərazinin üst hissəsi, alt hissəsi fərqi yoxdur böyük ehtimalla. Sadəcə orada olmalıdır, düzdür? Map olaraq çölə çıxanda sayır. Yəni eyni binanın damına da çıxsa, padvalına da düşsə, dəyişməz də hər. Necəsən, nə var, nə yox? Yaxşıyam, sağ ol, sən necəsən? Sabir. Yaxşı. Sabir. Adildən mesaj getirib Sabir. Bugün bilirsən də Adilin ad günüdür. Təbrik edirəm. Gör nə deyirəm, bəlkə sizi bağışdırım. Allah Rüfət niyə gəlib? Dostlaşdılarla. Deyən də, ola indi bizim günahımız nədir? Biz səni qəbula düşə bilmirik. Hə? Fəridənə. Salamatçılıqdır. Fərid çox pis baxır ha.
Söz indi hamıya belə keykin baxacaqlar. Nəsə bir narahatam. Niyə ye? Nə olur? Hər şey qaydasındadır. Söz oldu, qutardı. Özdə nə eləmisənsə düz eləmisən. Söz yox, biraz gec oldu, amma yaxşı ki, axırda gəldim mən deyənə. Sabir nə edir? Xiyar, üzr istədi heç olmasa. Barışmamış hələ. Siz də barışın geçsin də. Sabir də yəqin ki, yaxşı olar. İşte axır vaxtları belə hamı hansıda ayrı-ayrı düşüb. Yəqin ki, yaxşıdır. Başlayıb yenə barika yasadı. Hamısı mənim günahım deyil. Gecləmə də. Bildik daha günündür. Öz daha gün demişkən, mən qala bilməyəcəm, gedirəm, yarışım var, amma bundan sonra öz aramızda belə səliqəli yuvarıq da. Elə istəyərdim gəleyim, amma özün bilsən də. Narahat olma, gəlmiş kim varsan. YouTube'dan baxarsın. Qeyd amma medalsız qayıtma ya. 100%. Söz vermirsən. 100%, narahat olma. Sən elə bil ki, medal səndədir. Bax, getdim, götürdüm, gəldim. Bir dənə 5 ver. Gəlin bura. Baş saldığın şey F sağı falan. Deyəsən. Ya da adı gündüz zaten. Tez elə də. Gəlin bura. Gəl bir yerdə söndürək. Davay, 3, 2, 1. Əsas təbrik Bahar xanımdan anadan gəldi. Mən balam, o qədər heyecanlıyam, amma danışacağım. Bilirsiniz də, anaların sevgisi başqa cür olur. Balanın ayağına dəyən daş ananın ürəyinə dəyir. İki dünya bir ola bu sevgini ananın ürəyindən heç kim çıxarda bilməz. Bunun da əvəzində ana balasından heç nə istəmir, heç nə gözləmir. Amma mən səndən bir şey istəyəcəm. Nə olursa olsun, heç vaxt düz yoldan dönmə. Bilirəm, o yol ağırdır, çətindir, əziyyətlidir. Amma o yol səni həmişə yaxşı yerlərə aparacaq. Allah sənin getdiyin bütün yolları uğurlu, işıqlı eləsin mənim balam. Təbrik edirəm səni. Yaxşı, var, gəl tortu kəs. Bayaqdan gözləyə qalmışıq. Gəl. Çaylar. Təbriklər qardaş. Sağ ol mən. Sənə bilən şad xəbərim var. Mənə belə ki, abimlə danışmaq istəyirəm. Ola blokat ver mənim. Barışmaq istəyən yazar da. Yəqin utanır da yazmalı. Bir dənə ki, görüşdüyümüz yerdə gözləyəcəm, istəsə gəlsin. Xiyar, necə gəlsin? İndi? Yox, birisi gün. Nə vaxt olmadı? İndi də, hə? Çıx 2 dəqiqəcə gəl. Gözləyir orada. Cəmaat yığışıb, ayıbdır. Cəmaatın başı görmüsən, qarşılıdır. Tez get də, gəl. Buradayım. Bir pox var ha bu arada. Sabir bilirik də, yəni. Ən axırıncı dəfə Azik'in adamı idi. Mənim sənə ad günü hədiyyəm olsun. Bir daha təbrik edirəm. Barğalam, nəsə gətirin, kömək lazımdır. Bu boşqablardan az oldu. Mətbəxdə var, bir-iki dənə gətir də zəhmət olmasa. Elnara nə əlaqədə prosta sözün söhbətin içində? Göz dağıdır görəsən. Sınma söhbəti.
Hə, dedim də dama çıxa bilər. İnanmadınız mənə. Qız da qəribə baxdı. Gör nə deyirəm, bəlkə sizi barışdırım. Lazım deyil. Yaxşı da gəlin bacı, naz eləmə də, indi oldu, keçdi də. Sevgililər arasında həmişə belə şeylər olur. Sonra ikiniz də peşman olasınız. Olmarıq. Sağ ol. Ne yiyorsun ha? Ne yiyorsun ha? Ay. Tulla vuramıyor onu aşağıya səni. Deşdi yalanı. Ne oldu ha? Kalk da! Kalk burada beni! Hemşe vururdun, ne oldu? Kalkabilirsen! Ömür boyu beni sındırmaya çalıştınız. Açam vurdular səni. Bariqalıq edirdin ay xiyar. Sen de! Beni de! Elinde imkan olsaydı Ferdi de öldürürdüm. Ben bu hareketinde sizin namınızdan üstün olacağım. İşte benim! Real həyatda heç kəs belə bir şey eləməzdi bu arada. Deyim biraz. Azıcık sana salamı var. Amma Azik'in indi adından başqa söhbətlər edə bilərdilər. Quşları buraxdı. Bu da gecə oturacaq, skamyakada olacaq. Tək mənəm ki, Yox. hamı qorxur ölməkdən. Bugün varsan, sabah yox və həmişəlik. Sabahdan heç nəyin dərdini çəkməyəcəm. Biraz keçəcək, hamı məni unudacaq, ailəmdən başqa. Ara sıra anam şəklimə baxıb ağlayacaq. Utanacaqlar yaşadıqlarımı yada salıb. Deyəsən ölürəm də yazımsan ha. Ona görə də tez-tez danışmayacaqlar haqqımda. Nə onlar danışacaq, nə başqaları soruşacaq. Beləcə unudulub gedəcəm. Mən öləndən biraz Etdi sonra içəri. hamının həyatı qaldığı yerdən davam eləyəcək. Təslim ol be, bir də xiyar. Sabiri tutacaqlar. Bir anada İndi o Sabirin anası həqiqətən o pis yola düşsə, görüm o hansı qeyrəti ilə yaşayacaq, çox maraqlı. bədbəxtliyi dadacaq. Görməyəcək herhalde. Ona o içəridə beləncə demək lazımdır. Elnarı da özünə təzə sevgili. Elnarə xoşbəxt olacaq. Sizə dedim bu uşağın baxışı baxış deyil. Bu nə deməkdir? Gecə vaxtı prodüser olmaz. Bunun da incə mesajını veriblər. Ümid eləyirəm ki, ömrünün sonuna kimi arzuladığı həyatı yaşayacaq. Güya indi boynundakı şey də indi adil verib falan onu düşündü. Bir anlıq. Bir saniyəlik. İdris bütün imtahanları uğurla verə biləcək. İradəli çıxdı aramızda. Bircə oxuyan və yolundan dönməyən tək o qaldı belə baxanda. Sonunu belə gözləmirdim.
Şey oldu, qumarda utan həyatda uduzar. Biraz ona döndü. Atası gəldi. Ən yaxın dostum Fərid. Şapalağı qoyur ağzına. O qələbə qazanacaq. Əslində istəyərdim onun uğurlarını mən də öz gözümdən görə bilim. Qazandığı ilk medalı da söz verdiyi kimi mənə bağışlasın. Qəbrinə qoyacaq indi. Alınmadı. Ay belim. Bu qız hələ də göstərmədi də o şəkli də. Bak gördüğüm andan demiştim. Gördüğüm anda dedim. Dedim ki bak bu düştü şəklə. Şəkil çəkdirmə məsələsi orada boşa olmaz dedim. Hələ heç finalı paylaşılmamışdı bunun. Mən bunu deyəndə. Dedim. Bilirəm, haqq nə vaxtsa öz yerini tapacaq, amma mən Maliki bağışlamışdım. Gördün? Maliki qovun məktəbdən indi. O bir söz var, yaşatdığını yaşamayana qədər ölmürsən. Elə bil Azik haqda deyiblər. O da əkdiyini biçəcək. Ola? Azik'i niyə vurdular ola? Deyən görüm vuran kim idi? Ala şey, Bildüz kimdir? Evinə payok yollamayan, yollayıb daha doğrusu qız qəbul eləməyib, prosta buna da deməyiblər. Bil Azik haqda Əslində onu deməyən Kazım idi bu arada məncə. deyiblər. O da əkdiyini biçəcək. Onun da incə bir mesajı verildi məncə. Ən çox anama görə üzülürəm. Onsuz da atamdan sonra həyatı puç olan anamın həyatına bir də mən zərbə vurdum. Halbuki o xoşbəxt olmağa layiq qadındır. Hər qış. Ümid eləyirəm heç olmasa Azər mənim həyatımdan dərs çıxarlar. Oy. Topu görən kimi başa düşdüm ki, çıxartmayacaq. Əgər bir gün yenidən doğulmaq mümkün olsa bu dəfə Şeydə kişi kimi. Üç, 2, 1 bağlanır. Ürəyimiz Tamam. böyüdü, evlərimiz Dedim qaralar qaralmadı. Gecə tezi əcəl bizi tapacaq. Biz nə yatdıq ki, nə yuxu görək. Çalışdıq ki, hörmət qazanaq bir də çörək. Gecələr Normal idi bu arada, standart. Ya Azərbaycanda məndə çox izləyən yoxdur, çox xarici tipli serial filmləri. Ya mən Game of Thrones-da o qədər şeylər gördüm ki, ya bu mənə wow falan gəlmədi, başa düşdünüz? Dəhşətə düşüblər. Allah finalını görəndən sonra mikrorayonun, gecələr yata bilmirəm, dəli olmuşam falan. Meyid məsciddə, günah küçədə yuyulur. Təxminlərimin çoxu çıxdı bu arada. Yalanlar şirindir, həqiqətsə acıdır. Mikrorayonda səhər açılır. Maddələr aparır ağıl.
Ananın göz yaşı ağrıdan ağır. İndi qorxuların xəyal. Bu bir qatar tərəfdədir görəsən. Sağlığında oldu dost cininə yük. Qumarda udan. Qatar tərəfdədirsə görmüşəm. Evin yolunu itirmişik, düşmüşük uzaq. Pəncərəmdən göz eləyir ulduzlar. Bəlkə onların da mənə sözü var. Çəkilir göz sınağa, dönür söz silaha. Batıbamı günaha, ana o. Bir şey deyəcəm. Yaşayış binalarıdır. Ortasında da 2 dənə böyük turba çıxır. Tüstü çıxır bunlardan. Fabrikdir. Balaca. Bəsdi qəmləndik. Telefona çatmırsa eve geç qayıtmaram. Buludlar alıbdı qara rəng. Göz sınağa, dönür söz silaha. Batıbamı günaha, ana olma. Adilə də deyirlər orada ki, durma ya, tək çəkirik, tək alırıq, durma ya, drone çəkir. Eve geç qayıtmaram. Telefona çatmırsa eve geç qayıtmaram. Buludlar alıbdı qara rəng. Böyümüşük düz, böyümüşük Elə vaxtda çəkirlər ki, şəhlidir. Verməmişik yüz. Səhərdir. Dərs, sürətimiz 100. Bəlli deyil tərəf. İtirilmiş nəsil öz. Səhvlik var ya bu arada. Səhər necə ola bilər ki, aşağıda tort elə kəsiləcəkdilər axşam vaxtı. Özün eləyir məhv. Özümüz cavanıq amma ruhumuz qoca. Sevinç Əliyeva. Adamların kölgələri uca. Nəzər nöqtəsi dəyişib bucaq. 16 saylı məktəbdə çəkilib. Çəkişlərə görə, göstərdiyi dəstəyə görə Sahil qəsəbəsinin sakinlərinə və Sumqayıt şəhərində 16 saylı təşəkkür ederiz. Bu da belə getdi. Qəşəng idi bu arada. Yaxşı hazırlamışdılar. Amma bunu hazırlamaq üçün 1 il əvvəldən çəkib. 1 il deyil də, yəni nə qədər idi? 6 ay əvvəldən falan çəkmişlər deyəsən. Amma belə bir şey istəyərdim, sezon kimi, yəni mövsüm söhbəti edə bilsələr, bu arada izləyirlərsə bu səslənək. İndi fərqli platformalar var da, bəllidir. Çoxumuz da oradan izləyirik digital. Onların yəni prinsiplərinə uyğun olaraq 1-ci sezonu seçsəksiniz, 2-ci sezon üçün onlara yəni baxın milyon izlənir hər bölümümüz deyərəkdən təklif yollasaz, məsələn bir şeylər eləyə bilərlər. Amma YouTube-da da paylaşılsın da, yəni Eşref Rüya falan necə edirdi? Ya da kanalda paylaşılsın, gec paylaşılsın YouTube-a və yaxud da nə bilim o danışmaq olar da əslində. Azərbaycan sektoruna da digitalı gətirə bilərlər belə addımlarla. Bu arada mikrorayon bitdikdən 1-2-3 gün falan sonra deyəsən, dövlət tərəfindən 3,6 milyon manat ilə çəkiləcək bir serial deyəsən hazırlanır. Onun söhbəti gedirdi. Bilməm eşitmisiniz yoxsa yox, ya da filmdir, bilməm. Serial olmalıdır. Yəni belə bir layihə üstündə işləyirlər. Mikrorayon necə deyirlər, serveninə də burada sonuna gəldik. Qəşəng idi. Mahnıları da bu arada qəşəng idi. Spotify-a əlavə eləmişik. Əla. Normalda Azərbaycan serialları, filmləri izləmirəm.